indi keçirik dərsimizin ikinci hissəsinə. İnformasiyanın ölçü vaxtı. İnformasiyanın ölçü vaxtı. Hər bir cəmiyyətin ölçü vaxtı olduğu kimi, məsələn, biz marketə gedib deyirik ki, məsələn, mənə 2 kilo, məsələn, hər bir cəmiyyətin ölçü vaxtı olduğu kimi, informasiyanın da ölçü vaxtı vardır. Məsələn, biz marketdən 2 kilo alma alanda, bu artıq ölçü vaxtı nə oldu? Kiloqramdır. İnformasiyanın ölçü vaxtları da müxtəlifdir. İndi bunları bir-bir yazaq. Bit, byte, kilobyte, megabyte, gigabyte ve terabyte. Terabyte. En kiçik ölçü vaktimiz bittir. Daha sonra byte, kilobyte, megabyte, gigabyte ve terabyte gelir. Bundan sonra da ölçü vaxtlarımız vardır. Lakin bizə hələlik bura qədər bəsdir. Bit bizim bölünməyən, ən minimal ölçü vaxtımızdır. Yəni bizə deyiləndə ki, ən kiçik ölçü vaxtı hansıdır? Biz bit seçəcəyik. Bəs ən minimal da yəni kiçik deməkdir. Yəni ən kiçik, ən minimal ölçü vaxtı bittir. Bundan başqa bəs bizə desələr ki, ən əsas ölçü vaxtımız hansıdır? Onda isə bit yox, byte seçəcəyik. Bizim ən əsas ölçü vaxtımız byte'dır. Bunlar arasında keçidlər mövcuddur. Bəs indi biz bitdən byte'a, məsələn, byte'dan kilobyte'a necə keçirik? Demək, birinci bunu belə yazaq. Bit, byte, kilobyte, megabyte, gigabyte və terabyte. Bu arada unutmayın. Bit de B ile başlayır ve byte de B ile başlayır. Ama bit bölünmediğine göre, yani bu bit olarak kalır. Yani bunu B ile yazmıyor. Ama byte'ı B ile yazılır. Yani kısaltılmış forması B'dir. Biz biz bitten byte'a ne seçeceğiz? Bitten byte'a 8'e bölürük. Demek kiçik ölçü vahidinden böyük ölçü vahidini keçerken biz bölürük. Mesela deyək bizə verilir 81 deyir neçə byte'dır? Bilmiyoruz. Bunu ne dedik? 80'ı bölürüz 8'e olur 10. Yani bizim 80 bitimiz 10 byte oldu. Daha sonra diğer ölçü vaxtlarına keçik. Onlarda necə olacaq? Byte'dan kilobyte'a keçərkən yadımıza saxlayaq. Kiçik ölçü vaxtindən böyük ölçü vaxtına keçərkən bölürük. Burada artıq 1024'e böləcəyik. Sonra kilobyte'dan da megabyte'a keçərkən 1024'e böləcəyik. Sonra megabyte'dan gigabyte'a keçərkən 1024'e bölürük. Gigabyte'dan da terabyte'a keçərkən 1024'e böləcəyik. Bu arada içinin qüvvətlərin hər biriniz tam əzbərləyin. Çünki bunlarda ehtiyac olacaq. Məsələn, 8 nədir? 203'dür. Yani bir sözü bitten byte'a keçərkən 3'ü 3'e böləcək. Sonra byte'dan kilobyte'a keçərkən 1024 nədir? 210 deməkdir. Yəni 310'a böl. Yenə 310'a böl. Yəni 310 və 310. Məsələn, belə bir şey yazaq. Deyək ki, məsələn, bizə verilir ki 226 byte. Deyək ki, bunu deyək ki, megabyte çevirin. Bu neçə megabyte'dır? Biz bunu bilmiyoruz. Bəs necə edəcəyik? Byte'ımız hardadır? Burada dayanır, düzdürmü? Yəni 226'ı yazırıq. 26. Byte'dan sonra nə gəlir? Kilobyte. Demişdik axı, byte'dan kilobyte'a keçərkən 310'a bölməliyik. Yəni bölürəm 310'a. Kilo bizə nə lazımdır? Bizə lazım ki, megabyte keçir. Bəs kilobyte'dan sonra nə? Megabyte. Bəs kilobyte'dan megabyte'a keçərkən nədən istifadə edilmişik? Yenə 210'a bölmüşük. Yəni 310'u 1 də bölürük. Yəni yadımızda
yadımızdadır ki, əsaslar eyni olanda böləndə qüvvətlər çıxılır. Vurulanda da qüvvətlər toplanılır. Yəni biz burada nə edirik? 226-dan 220-ni çıxırıq, bölürük. Yəni 26-dan 20-ni çıxırıq, qalır 206 megabayt. Aha, bu kiçik ölçü vahdində bir dənə misal göstərək. Məsələn üçün, keçək terabayta. Demək, bir dəqiqə. Məsələn, 300 deyək bizə verilir 46. 246 bit verir bizə. Bit. Deyir ki, bundan məsələn terabayta keçsin. Neçə terabayt? Bu necədir? Yenə yazıb 246. Bitimiz hardadır? Burada. Bitdən terabaytımız hardadır? Burada. Demək biz 346-dan terabaytı necə keçirik? 246 bitdən daha doğrusu terabaytı necə keçirik? Demək, amma burada artıq burada yanılmayın. Çünki məsələn burada bitdən bayta keçəndə artıq 203-ə bölünür. Burada əvvəlcə 203-ə bölürsün. Ondan sonra 200'ü təzədən ona bölürsən. Çünki artıq 203'ə böldük nə oldu? Artıq bu oldu bayt. Təzədən 200'ü ona bölürsən. Artıq bu oldu kilobayt. Təzədən yenə 200'ü ona bölürsən. Artıq oldu megabayt. Bir də bölürük 200 ona. Oldu gigabayt. Və sonra bir də bölürük. Oldu bu da terabayt. İndi burada üstdən nə oldu? 40-43. Yəni 246-dan 246'nı bölürük. Aha, buradan yazın, daha aydın görün. 246'nı bölürük 243'ə. Demişdik ki, qüvvətlər çıxılır. Yəni olur 203. Nə demişdik? Terabayt. Bu qədər. Daha sonra keçirik. Bir də yazaq bunu. Artıq indi böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçməyə öyrədim. Sonra deyirik ki, terabayt. Terabaytdan sonra gəlir gigabayt. Gigabaytdan sonra megabayt. Kilobayt. Bayt və bit. Bayaq kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçərkən nə elədik? Böldük. Düzdürmü? Nəyə böldük? Bitdən bayta keçəndə 3'ə böldük. İndi isə tam tərs olur, vururuq. Yəni, amma burada məsələn, gigabaytdan terabayta keçərkən 300'ü ona bölmüşdük. Amma indi burada terabaytdan gigabayta keçəndə 300'ü ona vuracaq. Yəni, 1024'ü bunu vuracaq. Eyni zamanda bunu da. Sonra megabaytdan kilobayta da 1024'e vururuq. Kilobaytdan bayta keçəndə 1024'e vururuq. Aha, indi gəlir baytdan bitə keçərkən 203'ə, yəni 8'ə. Bunu biraz daha səliqəli yazaq. 8'ə vururuq. Demək ki, nə oldu? Kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçərkən böldük. Böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçərkən isə vurduq. Yəni burada yenə yazdık. 1024 nədir? 210 deməkdir. Yəni 310'a vururuq. Sonra burada da 310'a vururuq. Yəni 310, 310, bu da 303'dür. Aha, belə. İnşallah bunu daha sadə qaydada əgər yadınızdan sınırlı saxlaya bilərsiniz. Çaba. Necə çaba? Yəni demişdik ya, kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçərkən bölürük. Yəni kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçərkən böldük. Yəni belə şeylər insanın yadında daha rahat qalır. Ona görə belə bir şey yadınıza saxlaya bilərsiniz. Yəni kiçikdən böyüyə keçərkən bölürük, böyükdən kiçiyə keçərkən vururuq. İndi gəlin buna da aid bir misal yazaq. Yuxarını silək. Siz içinin qüvvətlərin əzbər şəkildə bilin. Hətta mən buradan yerlərdən yazsam. 200'dür, 0, 1'dir, 200'dür, 1, 2'dir. Hər hansı bir qüvvəti 0 olarsa o 1'ə bərabərdir. Üstü 1 olanda özünə bərabərdir. 4, kubus 8, üstü 4, 16, 32, 64, 128, 8, 256, 309, 512, 310, 1024. Hatta buradan 311 de yazıyorum. 2008
onun için yazıram. 2048. Bura qədər bəs yəqin. Bunu belə yadınızda saxlayın. Siz də dəftərinizə yazarsınız. Aha, indi dedik ki, böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçərkən vurur. Bura vur yazın. Yadınızda saxlayın. Vur. Vur. Vur və vur. Məsələn, deyək ki, bizə deyir ki, 2 terabayt neçə gigabaytdır? Demişdik ya, terabaytdan gigabayta keçərkən 1024'ü vururuq. Yəni 3 üstü 10'a vururuq. 2'ni vururuq 3 üstü 10. Axı bunun qüvvəti 1'dir. Yəni bunları toplayırıq. 3 üstü 11 gigabayt. Başqa bir misal deyək. Məsələn, 3 daha doğrusu deyək ki, məsələn 4 megabayt neçə bittir? Bit. İndi burada neçə tapırıq? Megabayt haradadır? Burada. Bəs bit haradadır? Burada. Demək, 4 megabaytı yazdım. 4 megabaytdan sonra nə gəlir? 4 megabaytı 3 üstü 10'a vuranda artıq olur 4 vurursun 3 üstü 10. Yəni 3 üstü 12 kilobayt. Yazalım 3 üstü 10. Artıq bu nə oldu? Oldu kilobaytı keçdi. Sonra təzədən bu kilobayt, biz bunu təzədən bayta keçirək. Yəni təzədən 3 üstü 10'a vururam. Bundan sonra baytdan da bitə keçməliyəm. Artıq burada 2 üstü 3'ə vurmalıyım. Vururam 3 üstü 3'ə. Qüvvətlər toplanılır. Demişdik, vurulanda qüvvətlər toplanılacaq. Yəni 3 üstü 23'ə vurur. Bu 4 özü 3 üstü 2 olduğuna görə, bu da 3 üstü 23'ədir. Bunlar da qüvvətlərin toplananda 3 üstü 25 bit. Yəni biz burada bildik ki, 4 megabayt 3 üstü 25 bittir. Məncə başa düşəcəksiniz, yəni aydın şəkildə. Bir də yanımıza saxlayaq ki, böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçərkən vururuq. Kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçərkənsə bölürük. Bu qədər. Sağ olun. Əlaqəsiz.